suala. Buyurun. Burada işte olar ki. Yok var değil, yok biz o mümkün qədər indi hərə bir sahə ilə məşğul olur, hərə bir sahəni təkrarlayır. Sizə çətin olan şey ola bilər, bir başqası üçün də çətin olar. Sizə asıl nəyi? Amma dünən sizə bir şey dedim də. Bax siz bunu mütləq bilin, eşidirsiniz müəllimlər. Tutaq ki y bərabərdir, eləyin görün indi bunu. Y bərabərdir 2x minus 3 düz xəttinə nəzərən simmetriyada A, 1 nöqtə, 2 nöqtəsi, çox uzatmayın. Hansı nöqtəyə çevrilir? Bax, bu düz xəttə nəzərən simmetriyada, düz xəttə nəzərən simmetriyanı birlikdə nə vaxt deyirlər ki, A və A' nöqtələri L düz xəttinə görə simmetrikdir. Əgər L düz xətti A' parçasının orta perpendikulyarı olarsa, yəni bu parça bu parçaya bərabərdir. Baxın, A', bax mən bunu istəyirəm siz tapasınız. X, Y, bax bunu istəyirəm tapasınız. A, 1, 2 nöqtəsi Y bərabərdir. Dünənki sualınızın sadə forması. Dünən siz məndən nöqtənin simmetrik nöqtəsini yox, nöqtəyə simmetrik olan nöqtəni demirdiniz. Dünən mənə deyirdiniz ki, bir düz xətt verilibdir. Bu düz xəttdən nəzərən simmetriyada bütün bir düz xətt hansı düz xəttə çevrilir. Ən gözəli bunu bilməyinizdir. Nöqtə bu düz xəttdən nəzərən simmetriyada hansı nöqtəyə çevrilir. Bax, istəyirəm ki, bu A', X', Y' nöqtəsini tapasınız. Dünən mən sizə bunun yolunu demişəm. İndi görək siz tapacaqsınız tez. Amma yubatmayın da, çəkilişə qoymuşam bunu. Paylaşmaq istəyirəm. 1, A2, buracan. A', məsafəni, nöqtədən 3 santə qədər məsafəni taparsınız. Amma o məsafə sizə sonra nə verəcək? Yəni, siz buradan buraya qədər məsafəni tapdınız, tutaq ki, nöqtədən 3 santə qədər məsafə düstururla. Sonra da buradan buraya qədər məsafəni tapdınız, bərabərləşdirdiniz. Burada 2 məhsul var axı. Siz niyə elə edirsiniz? Axı biz dünən bu barədə danışdıq. Danışdıq, yox idiniz. Mən sizə deyirəm, bu düz xəttin tənliyini belə yazaq olar. 2x, bax bunu bilin. 2x minus y minus 3 bərabərdir 0. 2x minus y. İndi bu düz xəttin normal vektoru nə olacaq onda? 2x minus y minus 3 bərabərdir 0. Bu düz xəttin normal vektoru nədir? Normal vektoru n, normal vektorunu yazıram 2, -1. Bəs A' vektorunu tapıram indi, yazın A' vektoru. Bu vektorda bu düz xəttə perpendikulyardırmı? X' çıxaq 1. Ayağınlar, gəlin mən x0, y0 yazmaya, bu çox pis simvolikadır. Bunu da B eləyirəm ümumiyyətlə. A, B. İndi gəlin baxın, A, B vektorunu tapaq. X0 çıxaq 1, Y0 minus 2. Bu vektor da, bu vektor axı bura perpendikulyardır da, özünüz görürsünüz da, simmetrik nöqtələr olduğuna görə. Onda bu da normal vektor deyilmi? Hər ikisi normal vektor olduğuna görə, onda mən belə bir iş görə bilərəm da, bu vektorlar kollineardır deyə bilərəm da, çünki eyni bir düz xəttə perpendikulyar olan iki vektor birinə paraleldir deyə, bunlar kollineardır. Onda x0 minus 1 bölünsün 2 bərabərdir, y0 minus 2 bölünsün -1. Düzdür? Onda burada nə alıram? Alıram ki, 1 minus x0 bərabərdir, bunu vurdum bura. 2y0 minus neçə? 4 buradan da alıram ki, x0 plus 2 y0 bərabərdir 5. Bu bir münasibət. Düzdür? Bəs başqa bir nə münasibət alın? X0, Y0. Axı bu parçanın ortasıdır bu nöqtə. O nöqtəsi orta. Bu orta nöqtə də bu düz xəttin üzərindədir deyə bu o nöqtəsinin koordinatlarını tənliyini eləyəcək, ödəyəcək. X0 plus 1 bölü 2, x0 plus 1 bölü 2, y0 plus 2 bölü 2. Deməli, bu nöqtənin koordinatları bu düz xəttin üzərində, o nöqtə düz xətt üzərində olduğu üçün ödəyir. Və beləliklə ikinci münasibəti alıram. İkinci münasibət nədir? 2 vurulsun bu. 2'ni buna vuranda alıram x0 plus 1 minus y. Yəni nə? Y0 plus 2 bölü 2. Bilmirəm, səhv eləmədim məncə. Minus 3 bərabərdir 0. Hər tərəf vuram 2'yə, alıram belə. 2x0 plus 2 minus y0 minus 2, düzdür? Minus 6 bərabərdir 0. 2'lər getdi. Beləliklə ikinci münasibət. 2x0
minus y0 bərabərdir 6 və beləliklə biz x0 və y0 ilə bağlı iki münasibət aldıq. Baxın müəllimlər, bu tənliklər sistemindən biz B nöqtəsinin koordinatlarını tapa bilərik. Biz bunları nə edəsək? 2-yə vururam, belə 2, bu da 4, 5, tərəf-tərəfə toplayıram, alıram 5x0 bərabərdir. 2-yə vurub topladım. 2-yə vurmuşdum da, 12, bu da 5, neçə elədir? 17. İndi özümdən yazdım, belə pis ədədlər alındı. X0 tapdıq buradan. X0 bərabərdir 3 tam. Onda 4. 3 tam onda 4. X0 3 tam onda 4'dür. Buradan da Y0 da bərabərdir. 2'ni vururam 3 tam onda 4'a. 6 tam onda 8. Çıxıram ondan da 6'nı. Qaldı 0 tam onda 8. Baxın. Siz ixtiyari düz xəttdən nəzərən verilmiş koordinatları verilmiş nöqtəyə simmetrik olan nöqtəni bu üsulla nə edə bilərsiniz? Tapa bilərsiniz. Aydındır. İndi sizə bir şey də deyəcəm. Birdən sizə burada nöqtə yox, əsas nöqtənin koordinatını tapmağı bilməkdir. Birdən sizə Gülsün xanım, mərkəzi A1-2 nöqtəsində olan bir çevrə verərlər. Deyərlər ki, bu çevrəni bu düz xəttdən nəzərən simmetrik çevirdilər. Alınan çevrənin tənliyini yazın. Nə böyük fərq var ki, mərkəzin hara çevrildiyini tapacaqsınız. Düz xəttdən nəzərən simmetriya hərəkətdir. Homotetiyadır. Yox, homotetiya deyil. Hərəkətin növüdür. Hərəkətin orta məktəbdə indi düz 11 xüsusallıdır. 4 növü var da. Nöqtəyə nəzərən simmetriya, düz xəttə nəzərən simmetriya, paralel köçürmə və dönmə. Aydındırmı? Əslində mərkəzi simmetriya elə 180 dərəcə dönmə ilə eyni şeydir. Ona görə də bəzən hərəkətin növlərini sayında üçünü deyirlər. Amma o uşaq üçün 4'ün də demək ayrıca yaxşıdır. Bu ayrı bir statusla onun beynində otursun. İndi sizə desələr ki, bu çevrəni bu düz xəttdən nəzərən simmetrik çevirdilər. Bu hərəkət məsafəni dəyişir axı. Onda bu çevrənin radiusu nə eləməyəcək? Dəyişməyəcək. Sonra mərkəzi buraya gələcək. Radius ilə həmin radiusludur. Mərkəzi tapdığınızsa, radius burada nədirsə oradan olur. Mərkəz var, radius var, tənlik var. Dünən biz sizinlə nə elədik dünənki dərsimizdə? Siz mənə dünən bir düz xətt vermişdiniz burada. İndi çevrə yox, düz xətt. Dediniz ki, bu düz xətti, A düz xəttini, el düz xəttinə nəzərən simmetrik çevirdilər. Nəticədə hansı düz xətt yarandı? Mən bunu dünən elədim sizinlə. Mən sizə bugün onu demək istəyirəm ki, siz düz xətti simmetrik çevirməyə çox da həvəs göstərin, ona çox da bəndə olmayın. Əsas bəndə olun ki, sizə konkret bir nöqtə versələr, siz bu nöqtəyə, bu düz xəttdən nəzərən, bu nöqtəyə simmetrik olan nöqtəni tapmağı bilin. Nöqtəyə nəzərən simmetrik nöqtəni tapdım. Tutaq mənə burada bir düz xətt veriblər. Bu düz xəttin üzərində başqa bir dərdə nöqtə götürəcəm C, ona da simmetrik olan nöqtəni nə edəcəm? Tapacam D, onda AC nöqtəsilərindən keçən düz xətt, BD nöqtələrindən keçən düz xəttə çevriləcək. B-ni və D-ni tapmışamsa, onda BD düz xəttini nə edərəm? Rahat taparam. Demək, əsas məsələ nədir, müəllimlər? Əsas məsələ bizə bir düz xətt versələr və bir dənə nöqtəli koordinatları ilə versələr, desələr ki, bu düz xəttdən nəzərən bu nöqtəyə simmetrik olan nöqtəni qurun. Bax, əsas məsələ bunu bacarmağınızdır. Bunu bacardınızsa, siz istənilən figür simmetrik çevirə bilərsiniz. İstənilən figür deyəndə mən düz xəttə çevirələri nəzərdə tuturam. Aydındır? Bu qədər. Çox vacib olan məsələlərdən biri budur. Digər düz xəttlərlə nəzərən simmetriyaları bilirsiniz də. Siz, indi mən durub sizə deyim, X, O, Y koordinat sistemində o X oxuna nəzərən simmetriyada nə baş verir? O X oxuna nəzərən simmetriyada nə olur? Absis qalır yerində, ordinat əksinə dəyişir. O Y oxuna simmetriyada, o Y oxuna nəzərən simmetriyada nə baş verir? Ordinat qalır yerində, absis dəyişir əksinə. Sonra hansı düz xəttlərə nəzərən simmetriyanı biz bilirik? Y bərabərdir X düz xəttinə nəzərən simmetriyada nə baş verir? Bunlar o düz xəttlərdir ki, bunlara riyaziyyatda trivial hallar deyirlər. Bunlar sadədir, yəni bunları uşaqlar da bilir. Yəni o Y bərabərdir X düz xəttinə nəzərən simmetriyada nə baş verir, müəllimlər? Nöqtənin apsisi, AB nöqtəsi BA-ya çevrilir, elədirmi? AB nəyə çevrilir? BA-ya çevrilir. Yəni mən istəyirəm ki, biz bugün nə etdik? Biz
hər hansı bir düz xəttə nəzərən simmetriyada nöqtənin koordinatlarını necə tapırlar, onu öyrəndik. Bir dəqiqə bağışlayın, bunu da deyim. Bir də y bərabərdir mənfi x düz xəttinə nəzərən simmetriyada nə baş verir? AB nəyə çevrilir? Mənfi B, mənfi A-ya. Mənfi B, mənfi B, mənfi B, mənfi A-ya. Aydındır. Düzdür, həm də belə şaqili düz xətlərə nəzərən simmetriyanı bilirsiniz, mən bilirəm ki. Yəni, nə cür düz xətlər? Məsələn, x bərabərdir 3 düz xəttinə nəzərən simmetriyada nə olur? Bunlar sadə çevirmələrdir. Baxın, x bərabər 3. Tutaq ki, bura 3-dür. Bu düz xəttə nəzərən simmetriyada burada bir AB götürüblər. Hara gedir, çıxır o? Tapa bilərsiniz onu. Aydındır. Şaqili, üfüqi düz xətləri bilərsiniz. Əsas məsələ hansı düz xətlərdir? Əsas məsələ ixtiyari düz xəttə nəzərən simmetriyada koordinatları verilmiş nöqtə hansı nöqtəyə çevrilir? Əgər o simmetriyadsa, AB yəni yarıya bölünür. Bəli, doğrudur. Biz orada həmin məsafə düz xəttə qədər olan məsafəni siz məsafədən baxın, çıxanda məsafə düzdür. Könlünüz qalıb o məsafənin yanında, siz düşünürsünüz. Deyirəm, alınmayaq. Mən hansı nöqtədir bizim nöqtəmiz? Yəni 1-2 idi də bu. 1-2 hara çevrildi? Yox, 1-2 o deyil. 1-2 idi. 1-2 idi, müəllimlər, 1-2 idi bu bayaq. Yadımdan çıxdı. 1-2 yazmışdım da deyəsə bura. İndi hərməsə biz məsafə ilə. Siz qeyd eləmədiniz. 1-2 idi. İndi siz istəyirsiniz ki, bunu tapasınız da. Mən bilirəm siz nə deyirsiniz. Sizin ən çox adamın ağlına bu gəlir ki, buradan bura qədər məsafə tutaq. 5-dirsə, bu vurdunuz 2-yə tapdınız, yox 2-yə yox, bunu tapdınız, bununla bu eynidir. Sonra da x çıxaq 1-in kvadratı bərabərdir, alınmır, elə üstə gələk 2y 0 çıxaq 2-nin kvadratı, oradan ala bilmirik biz. Yəni bu iki nöqtə arasındakı məsafəni düsturunu yazıb yarı bölüb əlaqələdiniz mi? Sonra nə olacaq? Alınmır elə. 2 məhsul qalacaq, değil mi? 2 məhsul qalacaq. Amma bildiniz də ideya. Bir sözlə qısası. Bu normal vektorunu tapırsınız. Bu birinci, iki şey. Bir, normal vektor nə ilə kollineardır? AB vektorla kollineardır, yəni paraleldirlər. Normal vektor və AB vektoru. AB-də normal vektordur, kollineardır. Onda uyğun koordinatların nisbəti bərabərdir. Bu bir münasibət. Və ikinci, AB-nin orta nöqtəsini tapırsınız. Orta nöqtənin koordinatları o aiddir el düz xəttinə. Ona görə də o nöqtəsinin koordinatları el düz xəttinin tənliyini ödəyir. Və salam, qutardı getdi. İki dənə münasibət x0, y0 tapılır. Bu məncə ən yaxşısıdır. Bəlkə daha yaxşısı var, amma hər halda bunu bilin.